İran və Amerika Birləşmiş Ştatları münasibətləri rəsmi Tehran vasitəçilərlə təmasları təsdiqləyir, birbaşa danışıqları təkzib edir. İran hakimiyyəti Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqların aparılması ilə bağlı yayılan iddiaları rədd edib. İsmail Baqai İRNA-ya açıqlamasında bildirib ki, Tehran yalnız vasitəçilər vasitəsilə irəli sürülən təkliflərə öz mövqeyini açıqlayıb və Amerika Birləşmiş Ştatları ilə birbaşa təmaslar baş verməyib. Bu açıqlama regiondakı gərginlik və diplomatik spekulyasiyalar fonunda xüsusi önəm daşıyır. Son aylar Amerika Birləşmiş Ştatları və İran arasında mümkün razılaşma ilə bağlı mediada geniş spekulyasiyalar gedirdi və bəzi xəbərlərdə danışıqların artıq başladığı iddia olunurdu. Rəsmi Tehran isə bu iddiaları təkzib etməklə həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə mesaj göndərir. İran prinsiplərindən və milli maraqlarından geri çəkilməyəcək və Amerika Birləşmiş Ştatları ilə hər hansı bir razılaşma yalnız vasitəçilər üzərindən, dolayısıyla və öz şərtləri daxilində mümkün ola bilər. İsmail Baqainin sözləri həmçinin region ölkələrinə də xəbərdarlıq xarakteri daşıyır. İran göstərir ki, Vaşinqtonla təmaslar birbaşa və gizli kanallarla aparılmır və hər hansı proses İranın mövqeyinə uyğun olmadığı təqdirdə rəsmi şəkildə rədd ediləcək. Bu həm də diplomatik alətlərdən maksimum istifadə etmə strategiyasının bir hissəsidir. Vasitəçilər yolu ilə təklifləri qiymətləndirmək və mövqeyini açıqlamaq həm manevr imkanını artırır, həm də təzyiq və sanksiyalardan maksimum yararlanmaq üçün şərait yaradır. Beləliklə, Tehran mövqeyini aydın şəkildə ortaya qoyur. Amerika Birləşmiş Ştatları ilə danışıqlar yalnız vasitəçilər üzərindən öz prinsipləri və milli maraqları qorunmaqla aparıla bilər. Bu da göstərir ki, hazırda gərginlik tam həll olunmayıb və hər iki tərəf hələ də strateji üstünlük və manevr imkanlarını qoruyur.